Çox hörmətli konferans iştirakçıları, parlamentin komitə sədrləri, deputatları, Milli Elmlər Akademiyasının akademikləri, çox dəyərli nazir müavini dostlarımız, komitəmizin üzvləri, media işçiləri, hər birinizi salamlayıram və sizin belə bir konferansda günün vacib məsələlərindən biri olan süni intellektin inkişafı ilə bağlı nəzərdə tutduğumuz konferansa zəhmət çəkib gəldiyiniz üçün əvvəlcədən öz təşəkkürümü sizə bildirirəm. Bu gün burada toplaşdırmağımız bizim təsadüfi deyil. Bəşəriyyətin üzləşdiyi ən ciddi çağırışlardan biri olan iqlim dəyişikliyi sadəcə ekoloji məsələ yox, eyni zamanda bu həm iqtisadiyyat, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, su resursları, təhsil və ümumilikdə sosial inkişafla sıx bağlı olan çoxölçülü qlobal bir problemdir. BMT-nin hesabatlarına görə iqlim dəyişmələrinə bir çox sahələr təsir edir ki, bunlardan da enerji istehsalı və elektrik və istilik, yəni qalıq yanacaqlarının payı 27-36% təşkil edir. Nəqliyyat, yəni avtomobil, gəmi, təyyarə və s. 15%-ə qədərini. Sənaye və sənaye enerji, istehsalı, emalı və s. bu 11-25% arası dəyişir, ölkələrdən asılı olaraq. Kənd təsərrüfatı 18-25%. Binalarımızın soyudulması, isidilməsi prosesində isə atmosferə tullantılar, yəni iqlim dəyişikliyinə təsir edən amillər 6% təşkil edir. Belə bir dövrdə süni intellektin imkanları yalnız texnoloji yenilik kimi yox, həm də iqlim siyasətində, resursların idarə edilməsində və dayanıqlı inkişafın təmin olunmasında strateji alət kimi ortaya çıxır. Məhz buna görədir ki, ölkəmizdə süni intellektin inkişafı dövlət səviyyəsində prioritet elan olunmuş və 2025-28-ci illər üçün süni intellekt strategiyasının tətbiq edilməsi ilə bu istiqamətdə sistemli və ardıcıl siyasətin əsası qoyulmuşdur. Cənab Prezidentimiz İlham Əliyev müxtəlif çıxışlarında xüsusilə elmin, innovasiyanın və yüksək texnologiyaların ölkə inkişafındakı rolunu vurğulayaraq süni intellektin Azərbaycanın gələcək modernizasiyasında aparıcı mövqedə dayanacağını dəfələrlə qeyd edirdi. O çıxışların birində deyir, süni intellekt 10 il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bugün artıq bu ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnologiyada, inkişafda tətbiqi bugün reallıqdır. Əlbəttə, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik. Bu yanaşmada təsdiq olunmuş strategiyada əksini tapan istiqamətlərin də ideoloji və institusional xətlərini müəyyənləşdirir. Həmin strategiyada göstərilir ki, 2030-cu ildə süni intellektin 326 milyon işə təsir göstərəcəyi təxmini müəyyən edilir. Vaxtında lazımlı tədbirlər görülməsə, işlərin 67%-ni bu sahədə təhsil olmayan şəxslər tərəfindən icra ediləcəyi qaçılmazdır. Süni intellekt sahəsində aparılmış araşdırmalara görə 2030-cu ildə süni intellektin inkişafı və tətbiqinin sürətləndirilməsi nəticəsində qlobal ümumdaxili məhsul 14% artacaq ki, bu da əlavə 15,7 trilyon dollar deməkdir. Süni intellektin tətbiqinin iqtisadi təsirləri bir çox sahələrə, xüsusilə də adını çəkdiyimiz sahələrdə xüsusi təsir olacaqdır. Və bütün bunları nəzərə alaraq, Milli Məclisdə də iqlim dəyişmələrinin də bu sahələrin ayrı-ayrı nümayəndələrinin, təsir edən sahələrin, nümayəndələrinin iştirakı və üçün şərait yaratdığına görə Milli Məclisin də bu sahədə Cənab Prezidentin strategiyasının həyata keçirilməsində maraqlı olduğuna görə və bu marağın real həyatda təsdiqini tapmaq üçün belə bir konferansın keçirilməsinə şərait yarattığına görə bizim hörmətli xanımımız Sahibə Qafarovaya
konferans iştirakçıları adından təşəkkür edirəm. Və Milli Məclisin rolu və qanunvericilik təşəbbüsləri haqqında nə deyə bilərik? Milli Məclis bugün cəmiyyətimizin institusional inkişafında, dövlət siyasətinin strateji vektorlarının müəyyənləşməsində və innovativ idarəetmə modelinin formalaşmasında mühüm rol oynayır. Qlobal rəqabət, iqlim çağırışları və rəqəmsal transformasiya dövründə qanunvericilik sisteminin çevik və qabaqlayıcı şəkildə yenilənməsi xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt sahəsində həyata keçirilən islahatların, o cümlədən 2025-28-ci illər üçün süni intellekt strategiyasının səmərəli icrası yalnız icra qurumlarının deyil, həm də qanunverici hakimiyyətin ardıcıl və məqsədyönlü fəaliyyətini tələb edir. Bu da Milli Məclisin rolunu aşağıdakı kimin xüsusilə nəzərə çatdırır. Birincisi, müasir qanunvericilik bazasının formalaşdırılmasıdır ki, süni intellektin tətbiqi, məlumatların idarə olunması, etik standartlar, kiber təhlükəsizlik, ekologiya və iqlim üzrə tənzimləyici çərçivələrin təkmilləşdirilməsi. İkincisi, sektorlar arası sinerjinin dəstəkləyən hüquqi mexanizmlərdir. Burada kənd təsərrüfatı, energetika, təhsil, ekologiya və rabitə sahəsində rəqəmsal texnologiyaların tətbiqinə imkan verən hüquqi mühitin genişləndirilməsidir. Üçüncü, dövlət proqramlarından parlamentin nəzarəti adlandırmaq olar ki, bu da iqlim dəyişmələri ilə mübarizə, resursların idarə olunması, yaşıl enerji və rəqəmsal transformasiya sahələrində qəbul edən qərarların şəffaflığı və icrasının monitoringidir. Və nəhayət, akademik və ictimai təhlil mühitinin genişləndirilməsidir ki, burada da ekspertlərinin, elmi yanaşmaların, akademik biliklərin qanunvericilik prosesinə inteqrasiyası, Elmlər Akademiyasının və aidiyyatı dövlət qurumları ilə əməkdaşlıqdır ki, bu da bizim Milli Məclisin marağındadır. Beləliklə, Milli Məclisin institusional fəaliyyəti yalnız normativ hüquqi haqlardan ibarət deyil, bu fəaliyyət ölkənin innovasiya potensialının açılmasına, rəqəmsal və ekoloji siyasətin uzlaşdırılmasına, süni intellekt əsasında idarə etmə modelinin möhkəmləndirilməsinə xidmət edən strateji bir dəstək mexanizmidir. Bu konferansın keçirilməsi isə həmin strateji vizyonun real sektorlar üzrə tətbiqini müzakirə etmək, dövlət qurumları, akademik institutlar və ekspert icması arasında inteqrasiya platforması yaratmaq məqsədi güdür. Əslində, biz burada bir daha vurğulayıram ki, sektorlar üzrə potensiallar var və Cənab Prezidentin də strategiyada xüsusilə qeyd etdiyi sahələr üzrə ki, bu sahələrdə artıq işlər başlayıb, istər kənd təsərrüfatı olsun, energetika sahəsi olsun, rabitə və informasiya olsun və bütün sahələrdə, həm də prioritet istiqamətlərin müəyyənləşməsindən strategiyada söhbət gedir. O prioritetlər müəyyənləşdikdən sonra isə bu sahədə kadr hazırlığı əsas bir fakt kimi mərkəzdə olacaq. Mən ona görə də bütün çıxışları özüm eləmək istəmirəm. İstəyirəm ki, ilk növbədə bizim qonaqlarımıza söz verək. Bizim qonaqlarımız xüsusilə dedi ki, bu sahələr üzrə olan qonaqlarımızdır. Burada kənd təsərrüfatında və yaxud rəqəmlərin adını çəkdik. Kənd təsərrüfatında emissiyaların, tullantıların belə deyək ki, iqlimə təsiri çox böyük bir rəqəm kəsb edir. Və ona görə də ən böyük tullantılar, emissiyalar energetika sahəsindədir. Ona görə də biz hörmətli dostumuz Elnur müəllimlə Sultanovla birinci çıxışı ona verək və öz fikirlərini bu barədə bizə çatdırsın. Buyurun Elnur.